Gəldilər. Xeyli sərvat, gedək. Çatdım. İmamzada qoçum artıq yolda 10-30 saat 10-30'unu verməlisiniz. Ne meskin sizin emeğinden ha? Dankeschön. Haydi Hitler. Daha keçifdir. Bir dənə də hənduq deyin tam olsun. Lütfen getirsen ama. Ne getirden başına dönüp. Ne ağlı bana. Burada sizin öz eviniz. Ne de olmasa Ulu Baban Qanız kişinin evidir. Düzdür deyirlər, biraz qansız kişi olubdu ama adına Ləxlov deyirlər. Ne dedim o sında? Das ist nicht der. Bye bye. Hoş geldiniz, hoş geldiniz, hoş geldiniz. Man 20'si gəlirik. Hörmətlə sizin Tristan və Izolda. Ayşe, bu Qanız kişinin nə qədər nəvələri var. Hər gələndə bir divar deşib gedirlər. Arvad, bu dəfə bir şey tapmasınlar. O divarda onları hördürəcəm. Elə Berlin divarında. Arvad, səsini çıxartma. Bəlkə bunlar nəsə tapılar içimizə. Yaxşı. Bəxtinizi bir daha sınayın. Çay istəmişsiniz. TT, $5. Az öz dilimizdə danış. Çıx roldan. Qardaş, çay istəmişsiniz 50 qəpikdir. Kakras şokoladınız da var. Verim içində. Çamadan olur. Hə, sizə nədən deyək, nədən danışaq? Buyurun, Afaq xanım. Sizin fikirlərinizə işlək zəhmət olmasın. Almana bənzər biraz belə o başlığı biraz qabarıq verməmişdilər. Yalanla aram yoxdur, sözün açığı başqa şey gözləyirdim Göygöldən. Yaxşı temadır, yəni sərbəst temadır, işləyiblər belə uşaqlar, amma biraz belə o nə demək istədiklərini qabarıq verməyiblər. Biraz belə qabarıq verməyiblər. Kimini qorxuzursan, hə, o zatla? Muskulla zatla. Qabarıq verməmişsə, uşaq başa düşürsün, Almana bənzər. Amma onu qabarıq verməmişsiniz ki, misal üçün, axırı düzdür, dəyişdirdi orada filan. Onlar da qarşığa düşdülər belə bir balaca. Siz ki, biz ki öyrəşmişsiniz, hər şeyi belə detallı ilə yerinə qoyansınız da, belə yəni. Belə ümumiyyətlə uşaqların var idi, evdəkilərin aktyor oyunu daha gözəl idi. Evdəkilərin aktyor oyunu, gəlmələrin aktyor oyununa zəifdir. Mən elə bildim ki, o nəvələrin hesabına bunlar evi remont elətdirir, təmin eləyəcəklər. Yox, onlar şey axtarırdılar. Ev də qədimi ev deyildi. Başa düşürsünüz, belə qələmə verməmişsiniz ki, bu qədimi evdir ki, gəlsinlər o vaxt nənəsinin, babasını qoyub getdiyini axtarsınlar. Həyat baxçı olsaydı daha yaxşı. Həyat baxçı olsaydı daha yaxşı olurdu, hə. Coşqun müəllim. Yaxşı olar Görürsünüz, inşallah. uşaqlar, başqa komandadan tələb eləmir ya. Biz o deyir, Hə, siz həmişə Uman yerdən küsəlir. uman yerdən küsənlər. Yaxşı çıxışlarınız olub, yaxşı çəkilişləriniz olub. Bu xırdalığı ona görə deyirik ki, daha da mükəmməl olasınız. Yəni, arxaya yox, önə gedəsiniz, irəliyə gedəsiniz. Fikri çox çeynətmişsiniz, bilirsiniz.
çox xırdalamısınız, çox belə, yəni bəsit formada onu vermək olardı. Əsas nədir? Adına uyğun Almana bənzər. Və o bənzərliyi biz qabarıq görməli idik. Başa düşdük? Görmədik onu. Ona görə yəni haqqımız var ha sizdən tələb eləmək. Çünki yaxşı işlər görmüşük sizlə. Ona görə. Məsələn, sizin olaraq Almana bənzər gərək əvvəldən o deyirsən hay Hitlerə. O da gərək deyir də hay. Onlar gələnlər də, başa düşürsən, Almana bənzəri. Hər addımında bunların o şey var. Bir dənə çay içən momentdə göstərirdiniz. Bir dənə orada axırıncı vuracaqdı bombanı. Siz istedadlı uşaqlarsınız, Allah qoysun inşallah. Gələn günümüz yaxşı olacaq. Davam edək mi? Müşfiq müəllimin də fikirlərini işləyək. Açığı, bunu məhz Göygöl Gənclər Evi elədiyinə görə bu çox gözəl idi ideya, çox möhtəşəm idi. Özləri də burada əyləşiblər. Orada bildiyimə görə indiyə kimi də kimlərsə yaşayırlar, milliyyətcə Alman olan insanlar var, yaşlılar, hansılar ki yaşayırlar. Mən çəkilişdə olmuşam evlərdə. Və ona görə deyim ki, məğzi olaraq yerinə düşür. Yəni çox yaxşıdır, çox əladır ki, yəni bu Göygölündür da bu belə deyək. Bunu başqa şəhər, rayon eləsəydi o qədər şey olmazdı. Ona görə uşaqlar ideya olaraq çox əla idi. Yenə gülməli məqamlar da var idi. Yəni hər şey okey idi, hər şey yaxşı idi. Yəni bizim dostların sözünə qüvvət. Məsəl üçün də axırda çay, nə bilim, məncə artıq idi Tayloda. Düzdür, indi onun qızın aktyorluğunu göstərdi. Yəni artistlik eləyirdi. Azərbaycanlıdır, Alman dilində danışır, şey uğramağa gəlmişlər. Mənim xoşuma gəldi. Siz bəyəndiniz? Bəli, bəli. Görək sonda nə olacaq, amma əsas odur ki, Göygöl gənc sözünüz var. Buyurun. Maşallah uşaqlarımız çox professionallaşıblar. Sonda belə bir şey olacaq ki, biz hansımızsa onların birinin adını yazacaq toxunulmazlığa. Çünki həmişə öz videoları ilə seçiliblər. Niyə siz indidən onları Yox, deyirəm. Yəni mən şəxsən zəif olsa dünyasında bilirsən ki, mən də istəmərəm ki, ölərəm yazmaq. Bu dəfə biz onları itirək, çünki bir dəfə ilə onu düzgün çıxmaz da. Çünki onlar həmişə videoları ilə seçiliblər. Söz demək istəyirlər, buyurun. Hörmətli müsibətlərin nəzərinə çatdırım ki, açığı biz fikirləşmişdik ki, həm çöldən, həm içəridən Alman evində çəkəcəyik ki, Alman evin koloritini göstərək. Digər bir insanın evində çöl səhnəsini çəkdik. Həmin adam evinə keçə bilmədik, məcbur olduq belə bir imarətə çəkmişik. Həqiqətən də evlə çöl fərqlidir. Yəni içəridəki ev təbii ki, Alman evinə oxşamır. Bir də biz videonu çox uzun çəkmişdik, 4 dəqiqə 48 saniyə çıxmışdı. Biz ona Amin bəylə, siz Zigmund Freud deyirsiniz, onu elə adlandırsınız. Zigmund müəllimlə onu o qədər qısaltdıq, həqiqətən də bir çox yerləri itdi. Yəni gülməli məqamları da çox oydu, orada daha aydın olardı. Çox qısaltmışıq, bəzi yerləri ümumiyyətlə göstərə bilməmişik. Məsələn, qızı yumurta, salfetka bükəndə orada əslində yazıb. Bəs mənə maraqlıdır, bu il özünüzə kimi rəqib görürsünüz? Bu il rəqib, belə obyektiv baxsaq, Sumqayıt komandasını, Gəncə komandasını... Həmişəki kimi də. Sizcə üçlükdə kimlər olacaq? Məncə Sumqayıt, Gəncə, Göygöl. Göygöl, Sumqayıt, Binəqədi həmişə zəif çıxış eləyib də. Maraqlıdır. Uşaqların burada. İndi mən Binəqədi belə inanırsınız valeh elədi. Binəqədi buradadır. Binəqədi məni valeh elədi. Valla, uşaqlar maşallah hamısı yaxşıdırlar ha. İnşallah üçlüyü də saydınız, görək inşallah ki o üçlüydə birinci, ikinci, üçüncü kim olacaq da. İndi Göygöl orada neçənci olacaq? Düşünürsünüz birinci bu il olardı. Özünüzü bir görmürsünüz. Yox, onu görə demirəm. Rəqib görürlər özlərinə, rəqib. Yəni birinci sizcə Sumqayıt olacaq? Olsun, niyə də olmasın ki? Belə rəqabət olar, elə şey olmur, yaxşı gör. Qruplaşma yaradın, WhatsApp qrupu yaradın, tez olsun Sumqayıtın adını yazın ora. Rəqabət əslində mənə xoşum gəlib belə olanda, demir ki biz birinciyik. Biraz intriqanı tozasını biraz aşağı sallam da.